Amofos gübrəsi nədir? Amofos NH4H2PO4 necə hansı formada mənimsənilir? HPO4 mənfi yuxarısında 2, H2PO4 mənfi ionlar vasitəsilə mənimsənilir və tərkibində amofos gübrəsinin tərkibində 12 52, yəni 52% fosfor, mənimsənə bilən 12% azot var. Ümumiyyətlə bitkilərə verilən zaman fosfor kökə yaxın verilməlidir, çünki az hərəkətlidir. Fosfor köklərin diffuziya yolu ilə mənimsənir. Fosfor diffuziya yolu ilə mənimsənir. Yəni fosforun ionlarının çox olduğu hissədən az olduğu hissəyə hərəkət edir və bitkinin köklərinə çatır. Onun üçün bitkiyə verilən zaman, bitkilərə verilən zaman kök hissəsinə yaxın verilməlidir. Əkin qabağı da vermək olur. Səpin vaxtı da, məsələn, payız vaxtı torpaq altına verib şumlamaq olar. Və bitkilərdə ATP sintezini artırır. Fosfor ATP sintezi artan zaman auksin hormonları da daha çox ifraz olunur. Auksin hormonları çox ifraz olunan zaman isə bitkinin kökləri daha yaxşı inkişaf edir. Çiçəklər daha çox olur və məhsuldarlıq artır. Ümid edirəm ki, faydası olar və veriləndən sonra suvarılmalıdır. Çünki torpaqda gec həll olur. Sağ olun, var olun. Allah köməyiniz olsun. Ümid edirəm ki, faydası olar.